Qəbula düşmə ehtimalı böyük olan belə bir sualın izahına baxırıq 33 nömrəli tapşırığa. Tərəfi A olan kvadratın bir təpəsində nöqtəvi müsbət Q0 yükü yerləşdirilmişdir. Kvadratın A, B, C təpələrində sahənin intensivliklərini müqayisə eləyin. Baxın, bilirik ki, intensivlik Y bərabərdir KQ bölünsün R kvadratı düsturu ilə təyin olunur. Burada K klon sabitdir, Q elektrik yüküdür. R məsafə, Y isə intensivlikdir. İntensivlik bilirik ki, elektrik sahəsi intensivliyidir və vektorial cəmiyyətdir. Vahid də Newton bölünsün klon olacaq. Və baxırıq ki, buradan intensivlik məsafənin kvadratı ilə tərs mütənasibdir. Baxın, məsafənin kvadratı ilə tərs mütənasib asılıdır intensivlik. Baxıram ki, müsbət Q yükündən A-ya qədər olan məsafə, bir də müsbət Q yükündən B-yə qədər olan məsafə eynidir. Yəni, hər ikisi A-dır. Onda demək ki, məsafələr eynidirsə, intensivliklər də eyni olacaq. Çünki sahəni yaradan yükün də qiyməti eynidir. Onda biz deyə bilərik ki, YA bərabərdir YB-yə. Bunu təyin etdikdən sonra gəlir YS, C-yə qədər, baxın, müsbət yükdən C-yə qədər olan məsafə, baxın, budur. Bu məsafədir. Bizə buranı tapmaq lazımdır. Biz baxırıq ki, burada A-dır. Kvadrat olduğuna görə qarşı tərəfdə A olacaq. Yəni, bu hissədə A-ya bərabərdir. Onda Pifaqor teoremi ilə həll eləyə bilərik. Yəni, deyə bilərəm ki, x-in kvadratı bərabərdir A-nın kvadratı üstə gəlinsin A-nın kvadratına. Yəni, x bərabərdir kök altında 2A. Kök altında 2A deyə bilərik bura. Onda, baxın, intensivliyi müqayisə eləyək. Məsələn, YA nöqtəsinin, YA intensivliyi müqayisə edirəm. YA-nın YS-yə olan nisbəti bərabərdir. C-nin kvadratının, yəni C-nin də kök 2A tapdıq. Kök 2A-nın kvadratı nə eləyəcək? 2A kvadratı. A-nın da sahəsi, yəni məsafəsi A-da, onda kvadratı A kvadrat eləyəcək. Bunlar ixtisar gedir, qalır 2. Demək ki, YA bərabər oldu 2YS-yə. 2YS-yə. Onda YS bərabərdir, Y bölünsün 2 olacaq bu halda. Baxın, YA bərabərdir 2YS-yə. Belə olan halda C nöqtəsinin intensivliyi A nöqtəsinin intensivliyi bölünsün 2-yə bərabərdir. Gətirib burada yerinə qoya bilərik də. YA YB-yə bərabərdir. Onlar da, yəni YS onda nəyə bərabərdir? Yəni 2YS-yə bərabər olur. D variantı olacaq.